Bir izləyici soruşur ki, antibiotik qəbul edirəm, yanında da probiotik olaraq qatıq yeyirəm, başqa nəsə istifadə etmək gərəkirmi? Biz həkimlər antibiotik yazarkən patogen mikroorqanizmləri hədəf alsaq da, bağırsaqda olan faydalı bakteriyalarında təəssüf ki, antibiotiklər məhvinə səbəb ola bilirlər. Özəlliklə geniş spektrli, uzun müddətdə və yüksək dozada antibiotik yazacaqsa, yanında probiotik də təyin edə bilirik. Xəstələrin özlərinin evdə qəbul etdikləri süd və yaxud qatıq təəssüf ki, bizim yazdığımız probiotikin kəmiyyət və keyfiyyətcə yerinə keçə bilmir və özəlliklə bəzi qrup antibiotiklər vardır ki, bunlar tetraskinin və fluoroxinolonlardır ki, süd və süd məhsullarının istifadəsi onların təsirini aşağı endirə bilər, azalda bilər. Ona görə də əgər mütləq yeyiləcəksə qatıq və yaxud süd məhsulları, bu antibiotiklərin qəbulundan 2 saat öncə və yaxud da 2 saat sonra yeyilməsi məsləhətdir.